Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağam ki, fiziki güclü insanlar qorxuludur, zəngin, varlı insanlar qorxuludur, yoxsa zəkalı insanlar mı qorxuludur? Söhbət fiziki güclü insandan gedirsə, bir balaca ola bilər ki, ətrafında daha çox üstünlüyə sahib olsun ki, güclüdür, birdən vurar, daha çox söz sahibidir, yəni ilişib dolaşmayın. Ən uzağı insanların edəcəyi bir şey ki, yəni fəxrimizsən, gəncləri, uşaqları idmana motivasiya edirsən, halaldır sənə, güclü idmançısan, çoxlu ətrafın olacaq, dostların olacaq. Yəni pis bir şey deyil, yaxşı bir şeydir, amma insanlar üçün bu təhlükə deyil. Bəs varlı insanlar bir balaca, belə deyək ki, rəqabətin daha çox olduğu bir sahədir. Yəni, hər kəs də əslində öz daxillərində rahat həyat tərzi yaşamaq istəyir, varlı olmaq istəyir. Daha çox, necə deyirlər, imkanım olsaydı yaxşı olardı. Belə insanlara da hörmət edirlər. Yəni, kimin 5-10 dənə evi var, deyək ki, bir obyekti var, müəllim orada oturma, burada otur. O bayram sənin, bu bayram mənim, o məclis sənin, bu məclis mənim. Amma altdan paxıllıq da olur ki, kəşkin mən də onun kimi varlı olsaydım. Yəni, elə bir böyük təhlükə deyil. Yəni, insanlar fiziki güclü vəziyyətə, demirəm ki, tam %100, yəni orada da genetik faktorlar var, ya da varlı olmaq məqamına çata bilərlər. Bunlar zahiri məsələlərdir. Amma zəkalı insanlarda durum dəyişir. Zəkalı insanlar dərin düşünür deyənə, yəni çox ağıllı insanlardan söhbət gedir. Bir insanın iç üzünü açır, ortaya çıxarır. Başqalarının görə bilmədiyi və yaxud da görmək istəmədikləri məsələlərə toxunur. Hansı ki, bu başqalarında aqressiya yaranır və bunu özlərinə təhdid kimi hiss edirlər. Təsəvvür edin ki, siz bir nəfərlə orta zəkalı adamla, yəni və yaxud da daha aşağı səviyyəli adamla dərin bir mövzuda söhbət edirsiniz. Görəcəksiniz ki, onun baxışları necə donuqlaşır. Cavab vermədən donub qalır. Əslində bu maraq deyil. Sadəcə qorxudur, hürküdür. Görəsən nəyimi üzə çıxardacaq? Mənə hansı səhvlərimi deyəcək? Mənim yalan danışdığımı biləcəkmi? Və belə olduqda insanlar çox vaxt mövzunu dəyişirlər. Yəni, elə insanlarla kontakta girmək istəmirlər. Nə qədər zəkalısan, o qədər də səni az dinləyəcəklər. Amma idmançısansa, müğənnisənsə, varlı adamsansa, əlbəttə səni çox dinləyəcəklər. Auditoriya çox geniş olacaq. Çünki orada təhdid yoxdur. Elə ona görə də cəmiyyətdə hər zaman çox ağıllı, zəkalı insanlar ya aradan götürülüb, ya cəmiyyətdən kənarlaşdırılıb, ya da görməzdən gəlinib. Ona görə ən güclü adam ağıllı adamdır, zəkalı adamdır. Zəkalı adamdan hər kəs çəkinir, qorxur. Diqqətinizə görə minnətdaram. Sağ olun.